Salam, xoş gördük, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 2 mərtəbəli evdir, hələ iş gedir. Sadəcə bu ev biraz tez satılacaq, çünki harada yerləşir? Binalardan görürsünüz. Düz MTK-nın yanında, Saray MTK var, Araz Market, əsas yol, magistral yol, düz onun yanındadır. Mütləq gəlin, baxın 119 min manat olacaq. Yəni işlər yekunlaşacaq ha. Mən ortada gəlmişəm ki, bunu sizə təqdim edeyim, görəsiniz. Deməli, yeri də monolitdir, polu, bütün monolitdir. 1 ilə 2-nin arası da monolitdir, pilləkən də betonlandır. Üstündən də 20-nin 40-a kəmər fırladılıb. Mütləq gəlin bu evə baxın, 119 minədir. Bax, həyətində belə besetka olacaq, görürsünüz. Bax, burada besetka olacaq, burada darvazanın yeridir. İndi inşallah siz gəlinə bunlar hamısı səlqə sahmana düşəcək. Evin hər bir tərəfindən fırlanmaq olur. Bu ara məsafələrini göstərirəm, görəsiniz. Bax, belə, çox qəşəng səlqə sahmanlı ev olacaq. Özdə bunun qıraqları belə fərqli ağla ilə bəzədilib. Yəni, bunlar ilk dəfədə vurulur bu evlərə. Həm də bu ev fərqli proyektdir. Mütləq gəlin bu evə baxın. Birinci mərtəbə boydan boya istif oldu. 6 daş kürsüdür birinci mərtəbə. Demək, birinci mərtəbə boydan boya istif oldu. İkinci mərtəbə ancaq radiatordur. Yavaş-yavaş Səməd yaxınlaşın. Deməli, koridor, hamam, tualet, mətbəx, keramikadır. Usta yorulmayasınız. Bax, görürsünüz, bax, bura mətbəxidir, bax, belə. Pəncərələri zaten böyük, geniş pəncərələrdə mebel arası keramikası vurulub. Bir də təkrar edirəm. Aspiratorun yerinə qədər qoyulub. Bir də təkrar edirəm. Mətbəx, koridor, hamam, tualet, keramikadır belə. Otaqlar ancaq laminat olacaq. İstif oldu demişəm. Birinci mərtəbə hamısı istif oldu. Usta yorulmayasan, həmi? Bax, burada yeri hamısı betondur. Bax, buradan da aydın olur. Görürsünüz, bunun üstündə laminat olacaq. Bax, belə. Görürsünüz, burada qonaq otağıdır. Zalıdır. Bütün otaqların pəncərələri böyüdür. Necə? 119 min manatadır. Bəli, qiymətini demişəm. Bir dənə pilləkəni buradan göstərək. Bax, görürsünüz, hazır betondan tökülür. 1 ilə 2-nin arası betondur. Birbaşa ona bağlanıb, bax, belə gəlib. Üstü indi qəşəng abşıqda olunacaq. Bu da sanitar qovşağımızdır. Birinci mərtəbədə olan. Necə? Hə, hamam tualeti hazırdır. Bax, indi pilləkənlə çıxıram, ikinci yuxarı bax. Bax, çıxdıq ikinci mərtəbəyə. Görürsünüz, 1 ilə 2-nin arasını demişdim, monolitli beton. İkinci mərtəbənin sanitar qovşağıdır. Bu da hazır vəziyyətdədir. Bu işlər tam yekunlaşacaq. Görürsünüz, ustalar işləyir evin içərisində. Sonra burada bir yataq otağıdır. Görürsünüz, böyüklüyünə baxın, böyük otaqlardır. Burada balaca otaq olmayacaq. Burada bir yataq otağıdır. Bir otaq buradadır. Bax, bir otaq buradadır. Bu otağın bir dənə belə balkonu var. Bax, bir dənə ahdenli tək balaca bir balkondur. Bax, belə. Bir yataq otağı da buradadır. Ümumilikdə 4 otaqlı evdir. 2 dənə də sanitar qovşağı var. Fərdi yaşayışdır. Akupçı alıb qeydiyyata düşə biləcəyiniz bir evdir. Deməli, bir də izah edirəm. Saray qəsəbəsində Saray MTK-nın düz yanındadır. Saray MTK-nı gördünüz, çəkilişdə də binaları gördünüz. Deməli, 2 mərtəbəli evdir. Birinci mərtəbəsi boydan boy betondur. İkinci mərtəbə betondur. Üstündən də krişanın üstündə 20-nin 40-a kəmər fırladılır. 119 min manatadır. Bu işlər tamamlanacaq bunlar hamısı. Sadəcə siz, mən palcamlıqda, yəni hamısı tam hazır olacaq. Gördüyünüz kimi iş gedir. Razetka kulçatorlarına qədər, spotlarına qədər hamısı hazır olub. İnşallah siz gələnə bu işlər də hamısı görüləcək. Sağ olun.